Deməli, bir, bəzi adamlar yalnız özünə xərcləyir. Bu yox. Bu oldu simic insan, xəsis insan, bəxil insan. Bunun da ayəsi var. Yəbxəlunə, xəsislik edir. İki, xərcləyir, amma israf edir Allah istəməyən yerlərə. La tubəzzir təbzirə. Şoran torbağa səmir. Eş-işrətə. Üç, xərcləyir Allah niyyəti ilə xərcləyir, amma ünvanını düz tapmayıb. Gedib otursaydı, bilən adamdan soruşsaydı, o deyərdi ara xərclə. Bu da xərcləyir Allah niyyətinə, amma bunun xərcli infaq demirlər. İnfaq boşluğu doldurmaqdır. Bu da üç. Bir də xərcləmək yalnız pul deyil. Elmivi də hara xərcləyirsən ona fikir ver. Bəzi vaxt elə bir adama elmi verərsən ki, o gedər uçuruma aparır insanları. Yəni bunun özünü islah eləmək lazımdır. O bir alimin yaxşı sözü vardı. Deyəsən, Əhməd Ağa müəllimin idi o söz. Yadımda qalır. Deyirdi ki, nadan bir insanın alim olarsa, sanki bir ülgücü vermişsən kimə? Uşağın əlinə. Götürər, özünü kəsər, onu kəsər, bunu kəsər. İslah olmamış insan məlumatlı olanda ona bir oradan yuxarıdan aşağı baxır, buna bir təkəbbürlük eləyir. Nə özü bir yetişəcək, nə də qoyacaq insanlar çatsın bir yerə.